Xəstəmiz Cəlal Mirzəyev 15 yaşında. Xəstəmiz 10 gün bundan əvvəl sağ dizindən futbol travması almışdır. Xəstə düzgün dəyərləndirilməmişdir və ev şəraitində, poliklinika şəraitində bir yardım edilmiş müalicə almışdır. Xəstə bir gün öncə klinikamıza müraciət etmişdir. Poliklinika şəraitində xəstə müayinə olub dəyərləndirilmişdir. Aparılan radioloji müayinələrdən sonra xəstədə sağ dizində böyük bir posttravmatik hematom, kapsullaşmış hematom aşkarlandı. Bugün xəstəmiz hazırda əməliyyata hazırlanır. Xəstədə planlaşdırdığımız əməliyyat hematomun drenaj edilməsi, kapsulasının götürülməsi və toxumaların təkrar qapadılması əməliyyatı planlaşdırılır. İkinci əməliyyat. Üçüncü var. Üçüncü əməliyyatı da xəstədə, bu xəstəmiz 28 yaşında, xəstə 4 il öncə axıl vətəninin plastikası əməliyyatı aparılmışdır. Daban sümüyündən qopması olmuşdur. Xüsusi ankor vidasının fiksası olunmuşdur. Həmin əməliyyatdan bundan əlavə olaraq xəstə bir ay öncə təkrar sağ axil vətərindən və dabanından travma almışdır. Hazırda xəstədə həmin ayədə yerli şişkinlik, qızartı izlənilir. MRT müayinəsindən sonra da orada bir ligatur sivişi, absis yaranmışdır. Dabana bitişik şəkildə. Planlaşdırılan əməliyyat deməli yerli olaraq yara debritmanı, ligaturanın oradan ləğvi, ligatur sivişin ləğvi və gərəkərsə əməliyyat sırasında təkrar fiksasiya düşünülür. Sağalma müddəti nə qədər çəkir? Adətən bu xəstəmiz fəsadlı bir əməliyyat olduğu üçün digər klinikada əvvəl əməliyyat olunmuşdur. Sağalma müddəti 6 həftəyə qədər düşünülür.